Balqabaq tumları ən faydalı toxumlardır. Gündə 30 qram balqabaq tumu yeməklə siz gündəlik maqni, triptofan, marqans, fosfor və digər elementlərin normasının yarısını almış olursunuz. Ona görə də dietoloq və həkimlər uşaqdan böyüyə hər kəsə hər gün balqabaq tumu yeməyi məsləhət görür. Hər gün balqabaq tumu yedikdə orqanizmdə baş verəcək dəyişiklikləri və faydalarını təqdim edirik. Əgər siz kökəlməyə meylli deyilsinizsə və çəkiniz 90 kiloqramı keçməyibsə, hər gün 50-100 qram çiy balqabaq toxumu yeyə bilərsiniz. Balqabaq toxumları bağırsaqları təmizləyir, nəcisi normallaşdırır, metabolizmi sürətləndirir. Zülalla zəngin olduğu üçün əzələ kütləsini artırır. Şirniyyatı əvəz edə bilər. Yorğunluq, əsəb, gərginliyi azaldır, yuxunu tənzimləyir. Depressiyaya qarşı da əhvalı yüksəldir, emosional-psixoloji durumu yaxşılaşdırır. İnsan gün boyu gümrah olur. Yaddaşı aktivləşdirir, baş beyin funksiyalarını yaxşılaşdırır. İmmuniteti möhkəmləndirir, təbii immun modulyatorudur. Bakteriya və virusları, limfositləri artıraraq zərərsizləşdirir. Mədə-bağırsaq köpü, spazm, qəbizliyi aradan qaldırır. Ödəmi, şişkinliyi götürür. Ürək, böyrək, qaraciyər xəstəliklərində təbii maye qovucudur. Bədəni kalium, kalsium, maqni ilə təmin edir. Təzyiqi normallaşdırır, arteriyaların keçiriciliyini artırır, fol turşusu verir. Ürək əzələsini qüvvətləndirir, ritmi düzəldir. Anemiya, qan azlığı ilə mübarizə aparır. Sümükləri möhkəmləndirir, tərkibindəki sink, kalsium, fosfor sümük toxumalarını qoruyur. Prostatit və adenomaya qarşıdır. Dırnaq, saç və dərini sağlamlaşdırır. Çünki tərkibində A, E, C vitamini var. Süd vəzi və prostat xərçəngi riskini azaldır. Qanda şəkəri tənzimləyir. Bağırsaq qurdu parazitləri tökür. Hamiləlik toksikozu ürək bulanmada yeyilir. Bədəndə iltihabı azaldır.